Salam, biz bugün sizinlə Ausbildungsvertragın ikinci hissəsinə baxacağıq. İşdən çıxma Kündigung məsələsindən danışacağıq. Dərsdən sonra işləmək lazımdırmı? Dərs və iş saatının hesablanmasına baxacağıq. Getdik. Birinci onu deyim ki, Kündigungdan danışanda siz iki dənə sözü bilməlisiniz. Fristlos Kündigung, yəni heç bir müddət göstərilmədən çox təcili, sofort, schnell, yəni də təcili. Bu, məsələn, deyir, sabah gəlməyəcəm. Bu Fristlos Kündigungudur. Fristgerecht Kündigung, Fristgerecht Kündigung isə müddət göstərilməklə işdən çıxarılma deməkdir. Yadınızda saxlayın ki, Probezeit heç bir Kündigung frist yoxdur. Yəni heç bir müddət Kündigung işdən çıxarmaq üçün heç bir müddət yoxdur. Heç bir səbəb yoxdur, amma yazılı şəkildədir. Probezeit bitəndən sonra sınaq müddəti bitdi. Həmin o 1-4 ay bitdi. 1-2-3-4 ay bitdi. Ondan sonra 4 həftə həmişə səbəb göstərilməklə və şriftlikdir. Demək, gəlin indi bir dənəsini yoxlayaq. Tutaq ki, sizə tapşırıqda verilib ki, Simona 31 martda Kündigung ərizəsini yazır. O Kündigungsfristə əməl eləməklə ən tez ayın neçəsi işdən çıxa bilər. Və yaxud da sənə soruşur ki, onun fristin nə vaxt başlayır, nə vaxt bitir, sonuncu iş günü nə vaxtdır. Demək, Simona 31 martda ərizəni yazdı. Amma ərizəni yazdığı gündən hesablanmır. Onun sabahsı günündən hesablanır. Yəni 1 apreldən hesablanacaq. Demək, start deyə frist nə vaxtdır? Fristin başladığı gün nə vaxtdır? 1 aprel 2025. 4 həftə 28 gündür. 28-ci gün 28 apreldir. Demək, ende de frist, fristin bitdiyi gün 28 apreldir. Eyni zamanda 28 aprel onun sonuncu iş günüdür. 29 apreldə o artıq işə getməyəcək. Fristlosen Kündigung, yəni yenə dediyim kimi Probezeitdadır, sınaq müddətindədir. Heç bir müddət göstərilmir, heç bir səbəb göstərilmir, amma yazılı şəkildə olur. Məsələn, sən yazılı şəkildə müdirə yaza bilərsən ki, mən tutaq ki 5 aprel tarixindən Kündigung sabahdan yəni 5 aprel tarixindən Kündigung eləyirəm və sən işə getməyə bilərsən. Və yaxud da ki, müdür sənə deyə şriftlik yaza bilər ki, və səni sabahdan işdən azad eləyirik. Yəni sənə deyə bilər ki, belə də, yəni sabahdan gəlmə. Probezeitdən sonra da Fristlos Kündigung olur. Yəni heç bir müddət göstərilmədən təcili, sofort Kündigung eləyə bilərsən, amma bunun üçün çox vacib bir səbəb olmalıdır. Çox vacib və yenə də yazılı olmalıdır. Almaniyada hər şey yazılıdır. Məsələn, nə vacib səbəb ola bilər? Sənin tərəfdən o səbəb ola bilər ki, sən deyə bilərsən ki, mən mobbing oluram, bunu deyə bilərsən və yaxud da mənə Ausbildung işimdən kənar işlər gördürülür, bunu deyə bilərsən. Tualet yuyuram və s. Buna görə Fristlos Kündigung eləyə bilərsən, çox təcili şəkildə. Ondan sonra deyə bilərsən ki, 2-ci aydır artıq maaşımı almıram, yenə Fristlos Kündigung eləyə bilərsən. Aydındırmı? Belə. Amma qalan hallarda həmişə həmişə frist olur, həmişə bir müddət olur. Müdür də səni yeri gəlmişkən Fristlos təcili işdən çıxara bilər. Məsələn, əgər Kündigungda səbəb kimi oğurluğu göstərərsə, ki, sən oğurluq eləmisən və yaxud da sən Schweigepflicht'i pozmusan. Schweigepflicht nə deməkdir? Susmaq məcburiyyəti. Sən bunu pozduğun halda da, yəqin ki, bunu hamı bilir də, Schweigepflicht, susmaq məcburiyyəti nədir? Məsələn, hansısa bir xəstə gəlir, kişi orada yazır ki, onda HIV xəstəliyi var, yəni HIV xəstəliyi var. Sən onun arvadını hardasa görürsən, deyirsən ki, ay qız, bilirsən, yoldaşım bizə gəlmişdi, ay qız, ərində HIV var, müalicəsi yoxdur zat. Bəlkə heç onun arvadı bilmirdi ki, ərində HIV xəstəliyi var, yoxsa yox. Sən bunu onun arvadına dedin, sən o orada olubsa orada da qalmalıdır, sən onu heç kimə deyə bilməzsən. Aydındırmı? Yəni sən bu Schweigepflicht'i poza bilərsən, o səndən şikayət edə bilər və sən çox təcil şəkildə Ausbildungu bitirə bilərsən və yaxud da sən oteldə işləyirsən, sən
diş həkimində işləyirsən, əri zəng edib soruşur ki, arvadım ordadımı? Əgər ordadırsa gəlim arvadımı götürüm. Əgər arvadı əvvəldən həkimə ərinin zəng eləməsi barədə yazılı şəkildə məlumat verməyibsə, şifahi şəkildə məlumat verməyibsə, yəni bu məlumat yoxdursa onlarda, sən yəni ya da sən əmin deyilsənsə ki, yəni bu mümkündürmü? Belə bir şey yoxdursa, sən heç kimə məlumat verə bilməzsən. Bəlkə həmin xanım elə qadın sığınacaq evindədir. Bəlkə əri ondan hayıf çıxmaq istəyir, onu öldürmək istəyir. Sən demək şvayqapflikti pozursan. Ona görə də xəstə barədə əgər özü demirsə sənə, sən heç kimə məlumat verə bilməzsən. Buna görə də sən çıxarda bilər. Yəni aydındırmı? Yəni mütləq çox ciddi bir səbəb olmalıdır. Sən oğurluq eləməlisən, sən şvayqapflikti pozmalısan ki, səni kündigung eləsin şriftlik şəkildə. Yoxsa heç kimi burada işdən çıxarda, yəni Ausbildungdan çıxarda bilmir Probezeit-dan sonra. Ondan sonra Kündigung nach Probezeit mit Grund, sən özün Probezeit-dan sonra kündigung eləyə bilərsən, yenə 4 həftə fristlə, amma fristgerecht eləyə bilərsən. Mən bunu bura yazım ki, yadınızdan çıxmasın. Bunu da əsaslandıra bilərsən ki, mən başqa Ausbildunga qərar vermişəm, mən başqa bir məktəb formasına yəni qərar vermişəm, mən düşünürəm ki, mən Hochschule oxumaq istəyirəm, mən məktəbə getmək istəyirəm, mən və s. Yəni bununla görə də Probezeit-dan sonra yenə şriftlik şəkildə kündigung eləyə bilərsən. Yer gəlmişkən, amma sənin heç bir səbəbin yoxdur. Sadəcə olaraq o praksisdə, o iş yerində özünü yaxşı hiss eləmirsən. O zaman isə sən Aufhebungsvertrag yaxud da Auflösungsvertrag almalısan. Bu nə deməkdir? Yəni sən Probezeit-dan sonra elə belə, yəni səbəbsiz şəkildə gedə bilməzsən. Səbəbsiz şəkildə, yəni mümkün deyil. Sən mütləq orada bir səbəb göstərməlisən ki, sən niyə Probezeit-dan sonra oradan çıxmaq istəyirsən. Aydındırmı? Və orada da mütləq fristgerecht olmalıdır. Yəni o 4 həftəni işləməlisən. Amma yəni iki halda mümkündür. Yəni başqa Ausbildung, başqa Schulform, başqa təhsil forması. Sən əgər otel işindəsənsə, sən kündigung yazıb başqa yerdə Probezeit-dan sonra başqa yerdə otel işinə başlaya bilməzsən. Sən əgər diş həkimində tibb bacısınsansa, sən oradan, yəni CDF-sansa, sən oradan çıxıb başqa Probezeit-dan sonra başqa yerdə kündigungdan sonra işə başlaya bilməzsən. Yəni sən ya başqa Ausbildunga qərar vermiş olmalısan və başqa təhsil formasına qərar vermiş olmalısan. Yox, əgər sənin heç bir dəqiq, yəni çox ciddi bir səbəbin yoxsa, sadəcə sən o iş yerində, o Ausbildung yerində özünü pis hiss eləyirsən, özünü nəsə narahat hiss eləyirsən, xoş hiss eləmirsən, sənə xoş deyil orada işləmək, o zaman sənin Aufhebungsvertraga ehtiyacın var. Yəni özünü yaxşı hiss eləmirsənsə, həmin o yerdə işləmək istəmirsənsə, amma bu işi, bu peşəni başqa yerdə davam elətdirmək istəyirsənsə, o zaman sənin Aufhebungsvertraga və yaxud da Auflösungsvertraga ehtiyacın var. Əgər sənə tapşırıqda deyilirsə ki, qarşılıqlı razılaşma şəklində, qarşılıqlı razılaşma nədir? Einvernehmlich ayrılmağa üçün mənə hansı müqavilə lazımdır? Yazırsan ki, Aufhebungsvertrag lazımdır və yaxud da Auflösungsvertrag lazımdır. Yəni, yenə də deyirəm, Einvernehmlich deyəndə ağlınıza nə gəlir? Aufhebungsvertrag gəlir. Təbii ki, bunun da özünün mənfi cəhəti var. Aufhebungsvertragın mənfi cəhəti odur ki, o bitəndən sonra sən Arbeitslosengeld, yəni işsizlik pulu ya da işsizlik müavinəti ala bilmirsən. Gəldik məktəbə getmək. Söhbət burada blok dərslərdən getmir. Burada söhbət normal dərslərdən gedir. Məsələn, çoxu həftədə 5 gündürsə, onun 2 günü məktəbə gedir, 3 günü işləyir. Bəs bu necə hesablanır? Əgər səndə bir gün məktəbə, yəni 2 gün məktəbdirsə, bunun bir gününü məktəbə gedirsən, yəni bir günü məktəbdən sonra boş olursan, amma o biri gün isə sən artıq işləməlisən. Yəni 2 gün əgər
məktəbdirsə, bunun bir gününü boşsan, o biri günü mütləq işləməlisən. Yer gəlmişkən məktəbdəki 6 məktəb saatı da 6:45 dəqiqədə 8 saat işə bərabər tutulur. Gəlin, mən burada nümunə vermişəm, gəlin ona baxaq. Məsələn, mən Montag və Mittwoch bu saatlarda dərsə gedirəm. Düzdürmü? Bu saatda dərsə gedirəm və mənim həmin gün 8 dərs saatım var. Yadınızda saxlayırsınız ki, mənim bu dərs saatlarım 8 iş saatına bərabərdir. Demək, 8 iş saatı. Amma o biri gün isə mən artıq dərsdən sonra və yaxud da dərsdən əvvəl işləməliyəm. Nə olsun ki, 6 dərs saatım var. O zaman bunu necə hesablayacaqlar? O zaman mənim bu o biri günümü isə adi iş saatına uyğun hesablayacaqlar. Məsələn, mən saat 8-ə 10 dəqiqə qalmışdan 1-ə 5 dəqiqə qalmışa qədər nə qədər məktəbdə olmuşam? Demək, hesablayıram, görürəm ki, mən burada 5 saat 5 dəqiqə məktəbdə olmuşam. Və mən indi axı məktəbdən işə getməliyəm. Mənim də belə deyək də 20-25 dəqiqədə yolum var. 20-25 dəqiqə yol, mən də bunu belə hesablayıram. 25 dəqiqə yol. Demək, neçə dəqiqə elədi? 5 saat 30 dəqiqə elədi. Əgər nəzərə alsanız ki, mən gündəlik 8 saat işləməliyəm və mənim 5 saat 5 dəqiqəm məktəbə getdi, 25 dəqiqə yolumdur. Yeri gəlmişkən yol da elə iş saatı sayılır. Məktəbdən işə qədər getdiyin yol iş saatı sayılır. Demək ki, mən 5 saat 30 dəqiqəni artıq məktəbdə keçirtmişəm və yolda keçirtmişəm. Mən neçə saat işləməliyəm əgər gündəlik 8 saatdırsa? 8 saat gündəlikdən 5 saat 30 dəqiqəni çıxıram. İşləməliyəm 2 saat 30 dəqiqə. Əgər 2 dərs günü varsa, bir gününü işləməlidir. 2 dərs günü varsa, bir gününü işləməlidir. İkinci bir yolda budur ki, əgər sən dərsin məktəb 3-cü dərsdə başlayırsa, yəni ya da saat 9:00-dan sonra başlayırsa, bu o deməkdir ki, sənin müdirin tələb eləyə bilər ki, işə getməlisən. Ona görə də mən Essen şəhərində məktəblərdən birinin çox belə humanist yanaşmasını gördüm. Onlarda dərslər saat 8:50-də başlayır. Essendə dərs saat 8:50-də başlayır. Bilirsinizmi? Ona görə də uşaqlar məktəbə gec gedirlər, yəni səhər yuxularını yatırlar. Eyni zamanda müdir də ondan dərsdən əvvəl işə gəlməyi tələb eləyə bilmir. Demək, biz Kündigunqa baxdıq. Kündigung öyrəndik ki, Fristlos Fristgerecht olur. Probezzeitdən əvvəl biz Fristlos, yəni müddətsiz Kündigung eləyə bilərik. Probezzeitdən sonra çox vacib bir səbəblə müddətsiz Fristlos Kündigung eləyə bilərik. Probezzeitdən sonra ancaq səbəbli, ancaq müddətli və həmişə də Kündigung yazılı formada olur. Əgər 2 gün məktəbə gedirəmsə, bir günü boşan, bir günü işləməliyəm. 6 dərs saatı 8 iş saatına bərabər tutulur. O biri gün isə dərs saatını iş saatına uyğun olaraq hesablayacaqlar. Əgər mənim 1-ci, 2-ci dərsim yoxdursa, ancaq 3-cü dərsim varsa, o zaman məndən tələb eləyə bilər ki, mən 1-ci, 2-ci dərsin yerinə orada gəlim işləyim. Və yaxud da əgər mənim dərsim saat 9-dan başlayırsa, o zaman məndən tələb eləyə bilər ki, mən əvvəlki saatı işləyim. Aydındırmı? Yəni, yenə də deyirəm, mənim dərsim saat 8:50-də, saat 8:55-də başlayırsa, artıq şef məndən əvvəlki saatı işləməyi tələb eləyə
bilməz. Suallarınızı şərhlərdə verə bilərsiniz.